Mən hər il bu sözləri deyirəm, kaş, doğrudan da kaş olardıq Kərbəlada indi. Döyüşdə şəhid olmasaq da, heç olmasa, indi orada olardıq, xanım Zeynəbə kömək eləyərdik. O da bir böyük iş olardı. Uşaqlar üçün çox çətin idi bu gecə. Bilmirəm, göz yaşı tökmüsünüz, yorulmuşsunuz, yorulmamışsınız, mən bilmirəm. Amma bu məclis xüsusi məclisdir mənim nəzərim. Həmişə bu Şam-ı Qəribana özümün bir xüsusi yanaşmam var, bilmirəm. Elə bil o səs-küy yatıb, qəribana məclis olur bu məclis, əsrlərin məclisidir. Adama qəribə qəm çökür, çünki bu gecə qəm çökmüşdür uşaqların ürəyinə. O qəm bizə də sirayət eləyir. Çadırlar dairəvi idi, bilirsiniz, dairəvi, arxadan qaçmaq yeri yox idi. Düşmən deyib, biz hücum eləyəndə uşaqlar bizə tərəf gəldilər ki, görəsən bunlar kimdir? Uşaqlar görməyiblər də, öyrəşməyiblər, bu vəhşilərdən görməyiblər həyatlarında. Onlar deyir, hücum eləyəndə uşaqlar deyib, bizə tərəf gəldi, özü də namərd özü danışır. Özü danışır. Deyir, gəldilər bizi qarşılamağa, biz qamçı çıxartdıq. Bir ikisini deyib, bərk vurduq, uşaqlar deyib, qorxdu, qaçmağa da yer yox, hamısı pənah apardı Həzrəti Zeynəbə. Hamısı Həzrəti Zeynəbə pənah apardı. Bilmirəm, xanım Zeynəb neynirdi o qədər yetim uşağın əlində? Necə sakitləşdirirdi? İmam Hüseynin qızlarından birinin adı da Fatimə idi. Fatimə bint Hüseyin deyir, mən qaçırdım, qamçı ilə məni vurmağa başladılar. Ya Rəsulallah, gəl gör uşaqları, balaları neynirlər Kərbəlada. Deyir, qamçı ilə vurdu, bir qamçı başıma dəyəndə mən özümdən getdim, yıxıldım yerə. Özümdən gedəndə gözümü açdım, bibim Zeynəb alıb mənim dizinin üstünə. Tarixdə bu yazılıb. Alıb dizinin üstünə deyim məni, gördüm ki, canlandırım mən danışdıqca. Mənə qamçı vurmaqda davam eləyir o namərd. Deyir, bibim də qamçı gələn səmtə qollarım verir, o səmtə, bu səmtə qollarım verir. Deyir, mən baxdım, ağladım, mənə təsəlli vermək üçün dedi ki, əmmətüki, misluki, qızım ağlama, bibiyi də sənin kimi döyürlər. Zeynəb döyülməyi ilə onlara təsəlli verir qızlara. Qızlar atlar qabağında qaçır bu gecə, İmam Hüseynin o kiçik qızları. Biri deyir, ata çağırır, biri əmi çağırır, biri qardaş çağırır, nalələri səhraya yayılıb uşaqların. Düşmən deyir, gördüm bir uşağın ətəyi yanır. Allah, hansı ürək dözər əhl-i beytin bu müsibətlərinə? Mən bilmirəm, vallah. Niyə yandırırdınız əhl-i beytin balaları? Niyə belə elədiniz? Niyə belə elədiniz? Ay özünə müsəlman deyənlər. Deyir, gördüm, ətəyi ot tutub yanır. Deyir, yaxınlaşdım, deyir, əlin qoydu başına, dedi, şeyx yorulmuşam, soyulmuşam, heç nəyim yoxdur, çox döyüblər məni. Deyir, yox, mən gəlmişəm, ətəyin odun söndürəm. Deyir, odu söndürdüm, deyir, mənə baxdı, dedi, sudan yanıram, su var yanında. Deyir, çıxartdım, su verdim ona. Su verdim ona. Deyir, gördüm, gedir xeymələrə tərəf, çadırlara tərəf. Deyir, dedim, qızım, hara gedirsən? Dedi ki, bir balaca bacım var xeymədə, o da susuzda aparım, əvvəl o sudan içsin. Deyir, dedim, su qadağan olmayıb, hamıya verəcəklər. Onda deyir, gördüm, başqa səmtə gedir. Baxdım, gördüm, gedir qətligaha tərəf. Getdim, dalıca gördüm, getdi atası Hüseynin cənazəsinə tərəf. Suyu uzatdı ona, ata, sənə su gətirmişəm. Əvvəllər bu məclisdə Rozaxan olmazdı, Allah Seyid Peymandan razı olsun. Mən zikri müsibət deyərdim, mərsiyə oxunardı. Ona görə biraz uzun deyərdim. Həmişə də Şam-ı Qəribəndə mən 20 ildir bəlkə bunu demişəm. İndi də demək istəmirəm çox vaxt. Çünki deyirəm, məddah var. O məddah oxuyur bu sözləri.
Heç ehtiyac da yoxdur, mən uzun uzadı vaxt indi azdı, amma hər dəfə dostlar mənə təkid edirsən bunu dinəm, mən də demək istəmirəm, o mənada yox, mənə xoş deyil, deyirəm, da indi mənim işim deyil bu, amma nəsə belə gətirib ki, dostlar təkid eləyir, bu Şam-ı qəriban sözüdür, mən məcburam, yenə də bunu hər il olduğu kimi təkrar deyim. Mən bunu şeir kimi görmüşəm, şeir kimi oxumuram, çünki həm vaxt çox aparar, həm də tərəfdar deyiləm, çoxlu uzun şeir oxunsun. Yəni, indi biraz vaxt çox gedir, ona görə də mən bunu həmişə belə nəql eləmişəm, amma şeirdən götürülüb bu. Şair təxəyyülüdür, amma həqiqət var içində. Elə belə heç nədən yaranmayıb. Deyir, bir qız qalıb çöldə əsirlər kərvanı gedib. İmam Hüseynin bir qızı qalıb çöldə, xanım Zeynəbin də qolu bağlı, fəryad eləyir, uşaq qaldı, uşaq da qalıb çöldə. Baxdı, gördü, hamı gedib qalıb tək. Sağa sola neçə yol əmmə səslədi, qaçdı. Deyir, bibisini çağırır, bibi çağıra gəzir səhranı. Görür, heç kəs yoxdur. Təsəvvür edin uşağın halını. Səsinə olmadı səs, öz səsini eşitdi o çöldə. Səsinə səs verən olmadı. Yazır, kəsildi çarə, o yorğun bala yol üstə oturdu. Gördü ki, əlac yoxdur, oturdu, yoruldu, oturdu. Üzün dolandırdı Şamın yoluna, bibi, heç tutaq ki, qardaşın qızı deyiləm. Axı, Mədinədən Kərbəlaya can yoldaş olmuşuq. Bəs məni niyə qoydun burada getdin? Niyə məni bu çöldə qoydun getdin? Sonra bacı neyniyər, dərdi olanda qardaşına sığınar. Deyir, Əli Əkbəri çağırdı. Hayandasan Əli, istəylin oldu çöllər əsiri. Gəl gör, bacın çöllərin əsiri olub. Yazırlar, Fatimə-i Zəhra cənnətdə qalanmədi, belə vəziyyətdə. Gəlib o xırda qızın başını diz üstünə aldı. Başladı uşağı sığallamağa, qızım ağlama, qorxma. Saçların çəkəndə uşağın üzü görsəndi. Baxdı, gördü, üzü göyərib. Dedi, gözəl qızım, de görüm, üzüvə şillə vuran kimdir? Üzüvü kim göyərdi? Deyir, uşaq özünə gəldi biraz. Xanım, çox sağ ol, məni bu qorxulu çöldə tək qoymadın. Xanım Zəhraya deyir, bilmir nənəsidir. Deyir, mən Peyğəmbər ailəsindənəm, xanım. Sənin bu yaxşılığa görə sənə hədiyə verərdim, amma bağışda hər şeyimizi soyublar, heç nəyim yoxdur. Xanım Zəhra ona nəvaziş eləyir, bu öz-özünə fikirləşir, ilahi, bu xanım kimdir? Bu qorxulu çöldə gəldi, mənim başımı aldı dizinin üstünə. Deyir, o danışdıqca baxır, öz-özünə fikirləşir, deyir, gözəldir gözləri, eynən bibimə bənzəri vardı. Bibimə yaman oxşayır bu xanım. Elə hey sığal çəkir mənim başıma, görürəm amma, elə hey deyir, məzlum Hüseynim vay, belə deyir. Qərib atamın adını əzbər eyləyibdi dilində. Elə hey deyir, məzlum Hüseynim vay. Ürəkləndi, dedi, xanım, mən ağlayıram, səbəb var, atamın başını niziyə vurublar. Xanım, səndən bir şey soruşum, sənin ölübdü kimin? Sənin kimin ölüb ki, sən belə yana-yana ağlayırsan? Deyir, xanım Zəhra dözənmədi. Burada dilə gəldi, dedi, mənə Fatimə deyərlər, əzizim. Mən sənin nənən Fatiməyəm. Bilirsiniz nə dedi? Dedi, gördüm əvvəl bibündən gireyləndin. Bibündən etmə gilayə, qızım bibündə nə çarə? Deyir, onda uşaq üzünü dolandırdı. Uşaq tez razı olar Şamın yoluna. Dedi, gedən yollar var, ürəyi yaralı canım qurban olsun bibi. Şair belə yazır, bibi gəlmişdim olam qafiləyi qəm sorağında. Açdım gözümü bu gecənin qəmli çağında. Gördüm özümü bir xanım övrət qucağında. Zülfü ağ idi, məcəri qara, üzü nili, dəymişdi bu biçarəyə də mən kimisili.
Pəhlusinə qoymuşdu əlin əşkinələrdi, əlin qoymuşdu böyrünün üstünə, qabırğasının üstünə əşkinələrdi. Hər ləhzə oğul vay deyib ağlardı, mələrdi, odlu nəfəsindən atamın ətri gələrdi. Bir oxşama deyilan tanıdım Suzi dilindən, bildim ki, nənəm Fatimədir, öpdüm əlindən. Ondan sonra deyib, bəxtim mənə yar oldu, fələk qoymadı amma. Bir bikəs nənəm gəldi mənim dadıma yetdi, zəcrin səsini aldı, o da bilməm hara getdi. Bir zəcr gəldi məni qamçı ilə döyəndə, o da getdi qaldım tək. Zəcr gəldi deyə qamçı ilə döyə-döyə aparır bu uşağı. Özü ata minib, bu da yanı ilə gəlir. Xanım Zeynəb qollarını açdı ki, qızım gəl, haradaydın? Dedi, yox, küsmüşəm bibi səndən. Məni çöldə qoyub hara getdin? Burada bibisindən girəyləndi, amma Şamın xərabəsində atasının başını ziyarət eləyəndə dedi, atacan, Allah bibim Zeynəbdən razı olsun. O qədər mənə qamçı vuranda qolum verib qabağıma, heç xəcalətimdən üzünə baxa bilmirəm. O uşağın o balaca ürəyi dözmədi, qəlbi dözmədi. Şamın xərabəsində dünyadan köçdü. Bilirsiniz, təkrar eləmirəm. Apardılar, dəfn elədilər. Mən bunu danışmışam, deyir, hamı ağlayırdı, xanım Ümmü Gülsüm lap çox ağlayırdı. Xanım Zeynəb ona aram eləyir, deyir, bacı ağlama, narahat olma, deyir, bacı bilirsən məni yandıran nə idi? Həmin dünyadan köçdüyü gecə bu qız gəldi, mənə dedi ki, bibi, mən acam. Dedim, qızım, xərabədə yemək qalmayıb. Dedi, su var, bir içim su içim, dedim ki, su da qalmayıb, səhəri gözləyək. Deyir, o da atası kimi aç susuz dünyadan köçdü, məni yandıran budur. Xanım Zeynəb 3-4 nəfərlə Həzrət Rüqəyyəni apardı dəfn eləməyə. Axırda bunu deyirəm, sonra Seyid oxuyacaq. Deyirəm, xanım Zeynəbi istəyirəm bu məclisə dəvət eləyək, yəqin ki, nəzəri buradadır. Və ona deyirəm, xanım, sən Rüqəyyəni dəfn eləyəndə heç kəs yox idi ətrafda. Gəl, bax bu məclisə, gör xanım Rüqəyyəyə nə qədər burada ağlayan var, əza saxlayan var. Əla lənətullah, ələl qavmiz zalimin.